Herkese salam. Güzeller güzelim. Necəsiz arkadaşlar? Deməli getmişdim piyanoya. Mənim ad gün hədiyəmi öncədən verdilər və Alisa hamısını belə töküb ortalığa sağ olsun. Deməli Ülviyə mənim üçün çox gözəl belə bir gül alıb. Mən açmışam. Qəşəng bir dənə ən sevdiyim parfümü istəmişdim. Onu alıb. Qəşəng Fidanın mənim üçün balaca çanta alıb. Zaten posta paylaşmışam, görərsiniz. Buralar isə bu gündə də özümə də ad günümə geyinməyə belə bir ayaqqabı sifariş eləmişdim. Sağ olsunlar mənim üçün hədiyyə göndərdilər. Baxın, ən istədiyim, bunu axtarırdım zaten bloglarda. Instagramda görmüşdünüz yəqin ki, paylaşmışdım ki, belə bir ayaqqabı axtarıram. Bunu göndəriblər. Bir də o bir ayaqqabı bana. O yetimim də oradadır. Atılar bura həyatım, qoyum karotkasına. Sən deyil, mənim də hamısı. Bir dənə də belə bir ayaqqabı. Götürdüm ama. Tez elə koyma, tez koyma. Elə deyib salma da üstümə. Ay Allah, evi gör. Getmişəm 5 dəqiqəli, 10 dəqiqəli piyanoya gör, evinə günə qoyublar siz Allah. Bu arada nənənin bir dənə dırnağım nəzər olmuşdu, qopmuşdu. Getdim onu taxtırmağa, bu orta barmağım. Alice. Dəli olub, bu yüzünü vurur arkadaşlar. Allah uzaklaşsın, ne sözdüm ya. Dəli sən? O nə baxışdı? Hə? Vurarsan bir də özüvə. Dur atan təzyiqini ölç. Mənə bax. Yo, indi bu sakit durur da mən buna qışqırıram. Eşitmirsən məni? Sən nənəm? Anıya bax. Anıya bax. Anaya bax. Sən nənəm? Bir də elə hərəkət eləyəsən? Hə? Eləyəsən bir də elə hərəkət. Sual verirəm, eləyəsəm də elə hərəkət. Hə? Sən nənəm? Eşitmirsən məni? Eşitmirsən məni sən? Üzümə bax mənim. Üzümə bax. Üzümə bax. Diye kurban olum ha kızım. Ağıllı canıva mama burada. Ağıllı canıva mama kurban ömrüm. Seni verene şükür ömrüm. Seni verene şükür aşkım. Kokmuştu ha. Görürsünüz mənim balam necə ağıldı. Söz deyəndə sakit oturur. Maşallah. Maşallah yazın az balama. Maşallah maşallah. İnşallah balama. Mamaya nə almısan ad gününə? Mamaya nə hədiyyə almısan? Nə zaman şəkil çəkib gətirəsən? Mama səni təbrik edirəm deyə. Əli çıxart burnundan. Ay Allah, inşallah o günlərlə görərəm ana qurban. İnşallah. Evimin dirəyi gəlib. Köyünə işləyən ustanın çorabı cırıq olar da. Sən atıblar, oxumusan yorumları. Evimin dirəyi gəlib, arvadı atıb çıxıb gedib. Amma zaten bax kimi burada 2 dənə qızı var. O birisi qızı paltarı yüksəlir. Bu birisi də yemək verir. Sən də o mənim çorabımı harada görüblər? Yəqin mən ayağı çəkməmişəm, nə bilim. Görüblər də. Hə, arvadı yoxdular ayaqda. Neynəsində? Qızı ondan askı alıb, gözdən də gətirib verəcək. Özdə şeydir. Heç olmasa bir dənə çorab alıb verəydin də deyək. Hə, elə deyiblər. Demişlər. Bax, deməsələr də deyərsən. Valla demişlər. Məşallah, papa gəlib. Sağ olsun. Ha? Mama evdə yoxdur. Bu yeməyə yağı az dök. Bala, Tatlıdır baba. tökərik biz. Tatlıdır. Tatlılığını bilmirəm ələr. Şitdir. Şit ola bilməz. Valla şitdir. Prosto şeylər. Yağı az dök də bu yeməyə. Əslində yağını az tökmüşüm. Qarası ilə qarışdırmışam. Papa ona görə indi elə yağ vapşı çox qarışıb. Düyün yağı az idi valla. Stolu da belə düzəltdim özüm üçün. Tacı da Yox, maşallah. gəlsin. Yavaş-yavaş düzəlirsən. Yemək saat aç-saat pişirsən. Həqiqi, öyrənmişəm. Baba, kaburma bana tərdir. Telefonumun kabrası. Bu nədir? Nə hara yapışdırsan onu? Yapışdırırsan, kabrodu da forması budur. Yapışdırırlar falan. Düzgəyə zada videoda çəkəndə belə yapışdırırsan qalır da. Olasına dönüm. Alisa yeməyini yedi, qəşəng çimizdirdim, əynini dəyişdim. Evdə də işlərimi gördüm. Tacikə yeməyi ver, sonra saçını qurudarsan. Get atasının yanına. Uşağıma gelin paltarımı. Qonaqlarına çatdı yeməyi. Hə, əlavə. Ay baba, orada şırdan da var. Bəlkə qızdırım yeyəsən. Qızdır da qızdır. Hə, yaxşı, gözlə. Kameranı qoyun buradan arkadaşlar. Görün mən necə qulluq edirəm bu kişiyə. Görüm o İtilənmiş qız hansıydı mərdiven çorabı? Papanın çorabına kimsə atıb düzün desin. Bax düzün deyin, yoxsa inciyik sizdə.
Deməli, arkadaşlar, kuxlamı qəşəng-qəşəng yığışdırdım. Qablarımı yudum, sərdim. Buraları quruladım təmiz-təmiz. İndi buranı da pir sosladım. Çünki yerə yeməklər falan dağılmışdı. Papanı yola saldım, getdi. Axşam gələcək inşallah. İndi isə gedirəm qızımı yatızdırmağa. Buranı pir soslamışam. Pir sosu saxladım evin ortasında. Sulkasını gətdatdı bura, görürsünüz. Pir sosu saxladım evin ortasında. Çünki Alisanı yatızdırandan sonra içini yuyacam. Şey olsun, qəşəng qurusun deyə. Hara getdim balam? Deyib girib olsa otağa. Neyse gedim onu yatıstırım gəlim. Arkadaşlar, bizim izləyicilərimiz var. Onlar sağ olsunlar, qapımızı tanıyırlar. Alisa'nı da indi durur yuxuda. Və onlar Alisa'ya qəşəng balaca bir hədiyyə gətiriblər. Bu nədir? Kalp. Açıq görək nədir olar. Ay Allah, ay Allah, ay Allah. Bu nədir qızım? Belə bir dovşan gətiriblər Alisa'ya. Allah, qolbağına bax, get taxın qoluna. Baxın, Allah nə qədər güzeldir. Belə bir kağız gətiriblər. Broşkasına bax balamın. Belə bir rezin gətiriblər, sağ olsunlar. Üstünə yazıblar ki, Əsmadan və Sənubərdən Alisa'ya hədiyyə. Öpürəm sizin o balaca qəlbimizi. Çok sağ olun. Alice, taxaq başına. Baxın. Necə böyle bir dənə belə balaca bir məktub yazırlar bizim üçün. Salam gözəl. Mən səni çox sevirəm. Mən sənin bir ildir takipçinizəm. Alisa çox gözəl uşaqdır və şirindir. Taciri səni, Alisa'nı, yəni hamınızı çox sevirəm. Sizin balaca ürəyinizə qurban olaram. Çox sağ olun. Təşəkkür edirəm. Səhv eləmirəmsə. Çıxartdım. Bu qızın birinin adı Ceyhunə idi. Səhv eləmirəmsə. Düzdür, burada adlarını yazılır, amma biri Ceyhunədir deməni adını da. Çantanı mənə verərkən bir də adım Ceyhunədir. Çox sağ olun Ceyhunə. Öpürəm səni. Əminəm ki, evdəkilərdən pul alıb getirirsiniz. Ay, bir dənə də məktub var. Alice, bu nədir? Ne güzel şeyler, gel bunu mama taksın da, ne olar hamısını sen takırsın. Mamanın da adı günü daxı sabah. Sabah yok, bir sürü mənim adı günü arkadaşlar. Bir tane de belə məktubumuz var. Salam gözəl bacım, mən Ceyhunə, yadımda düz qalıb. Mən Ceyhunə, sənin 3 il takipçinəm. Mən səni çox ama çox sevirəm, xahiş edirəm. Videoda adımı çək, nə olar. Öpürəm səni Ceyhunə, hələ məktubu oxulamışdım, adın yadımda qalmışdı, nəzərində olsun. Və belə bir dənə də Alisa üçün kələbək qoyublar. Əminəm ki, valla qətilərini, manatlarını, pullarını gətirib belə şeylərə xərcləyirlər. Amma eləməyin bir daha. Hədiyyəsiz nə zaman istəyirsiniz, gələ bilərsiniz. Amma bir də hədiyyə ilə gəlməyin. Səndir də qızım, qanatdı mama qurban. Gözdə bunları çıxartsın mama. Aa, bu nədir? Gəl bunu çıxaraq, başımız çıxır. Bunu taxaq. Sən bu mamanın adı gündür. Mamanın adı gündür taxasın. Gəl bunu da giyin. Gəl bura. Bax, Alice bax. Dur, bu nə tər yanar? Yandı, söndü. Gəl taxaq qanatlarını sənə. Gəl bura. Ayağa kalk. Dur. Alice kuş olsun. Dur mama qurban. Dur. Bak taxaq da gəl. Gəl. Gel. Giyin. Bak mamiye bu mama kuş oldu bak. Mama kuş oldu. Bak. Mama kuş oldu, tutacak. Bak. Sağ ol diyorlar, sağ ol ele. Alice beliyle, ora beliyle sen bunu verim. Sağ ol ele, ora sağ ol ele, mama sen. Mama kurban, sağ ol ele. Ben Alisa'nın adından hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Təşəkkür edirik. Bunun xarab elə, yandı. Alice bax. Nə gözəldir. Gəl taxaq belinə də maması qurban olun. Bacılar alıb bax sənə aşkım. Gəl. Dökül. Al onu da sənindir. Çox sağ olun. Öpürəm sizi. Təşəkkür edirəm. Balaca ürəyimizə qurban olaram. Amma gələn səfər hər birinizdən xahiş edirəm. Gələndə hədiyyəsiz gəlin. Mamalar, papalar sizə pul verir ki, siz xərcləyəsiniz. Bizə hədiyyə alasınız deyil. Bunları qəbul edirəm, amma gələn səfər hədiyyəsiz gəlin. Öpürəm sizləri. Sağ olun. Biz də gedək indi
məktublarımızı götürək. Bilirsiniz ki, mən izləyicilərimdən gələn bütün məktubları saxlayıram. Aliz, oturmuşsan üstündə. Onları belə saxlayıram. Anı kimi inşallah gələcəkdə qızıma göstərəcəm ki, bunlar bizim, yəni fanatlarımız olur. Ola bilər, indi onda internet falan olmasa, vaxt gələndə deyəcəm ki, qızım, bunlar bizim fanlarımız olur. Aliz, buna bax, şeyin çubuğundan, Nastyanın çubuğundan. Fokus mokus. Pişiyor. Piş. Qubları çıxardım, ona qılan ağzına soxmasın. Bunu alın. Fokus mokus elə. Fokus mokus, fokus mokus. Bunları atalım. Şu. Bu da var bak. Fokus mokus, fokus. Bu rezinləri aladılar sənindir. Silahları mənədir. Məktubları gözdən bir götürəcəm. Alalar, bunu da alalım. Kələbək sənə aldılar mama burada. Ay Allah. Pişosun yerde qalıb evin ortasında. Dedim pişosunu təmizləyim. Mən getdim. Bay bay. Oyna sən onlarla. Deməli, uşaqlar, papa axşam yeməyinə gəldi. Mən də belə kartof qızardıram. Niyə kartofu bunda deyil, bunda eləmədim? Çünki bunda kotletləri elədim ki, bilirdim ki, şey olacaq, çox yağlı olacaq. Bunda isə kartofu qızartdım. Kotletlərimi bir balaca birini çox qızartmışam, amma digərləri məncə yaxşıdır. Bu da tavan qazın üstündə biraz əyriliyi var. Bilmirəm sizin qazlarda da olub yoxsa yox. Bu mənim ikinci kiraya qaldığım evdir. Həmişə qazların üstündə əyriliyi olur. Tava əyri qalır. Bir tərəfə yağ çox gəlir, bir tərəfə yağ az gəlir. Bilmirəm o nədəndir. Çoxlarında elə olur yoxsa yox, bilmirəm. Ört oranı. Hər yer alma eləmişsən. Buna da alma vermişəm. Alma yeyib, yeməyi yeyib axşam yeməyinə. Həmişə axşam yeməyindən sonra mütləq alma verirəm. Alma yeyir əlində. Hə qızım? Birazdan da kotlet yeyəcək, hə? Mamanı. Az niyə dişləyirsən? Az, niyə dişləyirsən bala? Git babanı kıçələ, git. Kaç babanı kıçələ, git. Güzgün qabağını siz Allah görün nə günə qoyub. Hər gün sil. Güzgün qabağı ləkə-ləkədir. Bura gəl qanı bitirəcəm sənin. İşte papa mamanın yoxluğundan istifadə edib girib TikTok'a qızlara baxır. Papa ilə qəşəng çay içirik. Taci də məclisdədir, birazdan gələcək. Bu da burada gözləyir ki, görüm hansı birinci çıqqıladacaq konfetin kağızını. Onu gözləyir. Startlar ki, görüm konfetin kağızının birinci ağzını kim atacaq. Yeməyimiz hazırdır. Papa hələ ac deyil. Konfetle işmirəm. Deyir Rafaello'la işdə. Papa Rafaello'dur. O dadlıdır da iç. Daddılığına yok şey istəyirəm. Nə deyirəm ki? Deyir daşdı ala. Daşı. Ala kağızı get o tarafa. Ala kağızı bizi. Birazdan da yemək yiyəcəyik arkadaşlar. Bir damcı dişdə də ağzına. Hava verirəm ondan ona. Şirin. Arkadaşlar, akşam sürəmi hazırladım. Bu şırdanların bir türlü bəxti açılmır. İndi qoydum ki, papa ilə Şakir bəkəyə. Tacir hələ gəlməyib. Bir dənə də belə mama hazırladığı kimi qarışıq. Baba, özünüz gəlin, o gələcək. Stolda oturub. Hə. Canım, aşımı idi. Kotletimlə kartofumu bəyəndim. Qaynım bugün çox böyük rasxod eləyib uşaqlar. Papa ilə bir yax canlıdaydıq. Uduzmaz. Tutuzdıra bilmədi. Bugün qaynım bizdə qalacaq. Sabahlarım inşallah Allah qoysa ad günümdə. Mənim ad günüm həmişə 11-dən sonra, 12-dən sonra ad günümdə canım. Mənim ad günüm həmişə 11-dən başlayır da. Məndən sorsan, nə deyərsən? Deməli uşaqlar, həmişə hər il ad günüm saat ayın 11-dən başlayır. Çünki niyə ayın 11-dən? Çünki 11-i saat 12-dən sonra mənə təbrik edirlər. O da mənim çox xoşuma gəlir. Ona görə həmişə ad günlərim 11-i 12-dən sonra başlayır. Bu sabah da ayın 11-idir. Saat 1-i keçib, 12-ni keçib. Git ona bir dənə şortik verə canım, nə olar? Yatır, geçsin yatsın, sabah onda duracaq. Bir də qonqanı içəcəm. Yavaş git tuvalete, uşağım yadım. Hə, onda çayın altını söndüm. Mən bir dənə bir dəqiqəli uşaqlarla danışım. Hə, saat 11, ayın 11-i 12-dən sonra mənim doğum günüm başlayır. Sabah da
11-dən sonra, 12-dən sonra xalamgilin gələcəyini bilirəm. Onların da gəlməyi niyə səbirsizliklə gözləyirəm? Çünki hədiyyələrimi gətirəcəklər və hədiyyələrimi gözləyirəm. Başqa kim gələcək? O haqda heç bir məlumatım yoxdur. Keçən il Səmagil gəlmişdi, Mədinəgil gəlmişdi. Bu il bilmirəm Mədinəgil gələr gəlməz. Ondan heç bir məlumatım yoxdur. Bəlkə də gələrlər, bilmirəm. Amma təzə evimizi tanımırlar. Anargil tanıyıb, bəlkə onlarla tanışıb gələrlər. Qızlardan da kim gələcək bilmirəm. Çünki zaten bürsünü restoranda keçirdəcəyik inşallah. Restoranda da qızlarla keçirdəcəyik Allahın izni ilə. Opşumda belə. Sabahlarım Allah qoysun ayın 11-idir. Səhər gedəcəm, bütün işlərimi həll edəcəm. Paltarım gəlməlidir, onu götürəcəm. İşlərim deyəndə elə bir işlərim yoxdur. Prosta paltarım paltarım zadım gələcək, onları götürəcəm. Axşam da saat 12-dən sonra bacımızın doğum günüdür. Həm möhtəşəm videomuzu paylaşacağıq. Ad gün videomu, onu səbirsizliklə neçə gündə gözləyirəm ki, paylaşım. Həm ad gün videomu paylaşacağıq, həm də sizlərə sabahki vlogda hədiyyələrimi göstərəcəm. Bürsünki vlogda isə ad günüm olacaq ayın 12-si. Orada da sizlər üçün ad günündə qəşəng uzun-uzun, qəşəng vloglar çəkəcəm. Ad gün yiyəsi mən olduğum üçün indi baxacam padruqalarımın hansı fədakardır, hansı özünü mənə fəda eləyib mənim üçün YouTube çəkəcək, onu bilmirəm. Sabah onu bürsün ad günündə görəcəyik. Amma sabah ad günü. Bugün vlogum qısadır bilirəm. Qısa olmağının səbəbi mama yoxdur burada bilirsiniz. Bugün bütün gün demək olar ki çatdıra bilməmişəm. Həm papa gel yeməyə falan, ev işlərə falan. Heç nəyi, yəni tam belə ətrafı çəkə bilməmişəm. Qısa sizlər üçün çalışdığım qədər yığmışam. Amma sabahlarım ad günüm olduğu üçün saat 12-dən sonra sizlər üçün möhtəşəm bir vlog çəkəcəm. Bildiyiniz ən uzun vlogu çəkəcəm sizlər üçün inşallah. Bir şərtlə ki, axıra kimi və diqqətlə baxacaqsınız. Öpürəm sizləri. Gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun. Siz buna baxanda üçün səhər olacağı üçün bir daha sabahınız xeyirli, ruzili, bərəkətli olsun inşallah. Kanalımıza abunə olmağı unutmayın və ad gün vlogumu mütləq gözləyin. Görək ad günümə ayın 12-sinə, ad günümə kimlər gələcək, necə keçəcək, paltarım necədir, saçım, makyajım nə cür olacaq, hər birini sizlərlə bölüşəcəm. Amma sabahsı gün, yəni ayın 11-i axşamı evdəkilər gələcək, bir də sürpriz olaraq kimlər gələcək, onları da bilmirəm. Onlar da inşallah ayın 11-i görərsiniz. Sizləri çox sevirəm. Sağ olun, salamat qalın.